Bundan sonra kadınlara, arvadlara, arvad yox, xanım deyiləcək. Təbii ki, artıq bu müzakirəyə də çıxarılıb ki, bizim qadınlarımız həmişə xanım olub, xatın olub. Xanım, xatın olduqlarına görə onlara arvad sözü yaraşmır. Onlara xanım, qadın, xanım deyərək müraciət etmək lazımdır. Elə qadınlarımıza deyirəm. Bəzən əlinizdən hissələnəndə hər birinizə ay arvad deyə belə müraciət edirəm. Mən çox da bu şou biznes cəmiyyətində olan o arxası böyük, dırnağı uzun, nə bilim digər kiminsə ailəsini dağıdanlara, kiminsə ərini gətirib evində saxlayanlara təbii ki, mən arvad deyirdim. Üzümü həmin o arvadlara tuturam. Bundan sonra sizə xanım deyiləcək, qadın deyiləcək. Mən də çalışacağam ki, sizə elə xanım deyim, qadın deyim. Çalışın, özünüzü doğruldun. Hörmətli qadınlar, bundan sonra heç əriniz də sizə arvadım deyə bilməyəcək, xanımım deyəcək, qadınım deyəcək. Bütün kişilərə tövsiyəm, qadınlarınıza xanımım deyin, qadınım deyin.